Əzizlərim, Səlimlə hazırlaşırıq gedək, qəşəng. O günləri vlogda dedim ki, özümə getdim, 2 dənə hədiyyə elədim. 8 mart hədiyyəsi göstərdim də Nərimanovda hardan almışam. YouTube'da vlogum var, oradan 8 mart hədiyyələrim falan olan vlog var, oradan baxa bilərsiniz. Amma sonra nəsə vaxt olmadı göstərməyə, dedim eyb yoxdur, bu dəfə göstəreyim. Əslində bir çanta üçün getmişdim. Qiymətləri tam yadımda deyil. Deyəsən ki, sizə 52. Bu 45 manat idi. Hə, 45-ə endirmə düşmüşdü. Bu çanta üçün, baxın bunun üçün getmişdim. Əslində David Jones'un çantalarını mən sevirəm. Çox sevirəm. Bu Chanel'in bir dənə modeli var, yadımdan çıxıb. Eynisinin, amma David Jones tam bir ayrıca bir brenddir. Orta və daha aşağı imkanı, maddi imkanı olan insanlar üçün də Fransa brendi də, baxın, pasportu falan da var üzərində. Brend demək bahalı demək deyil. Var, lüks brend var, orta segment. Bu orta segmentdir. İçi də bunun o qədər şeylərlə doldurulub. Belə. Buradan bir cibi var. Burada bir cibi var. Əsas o da kaşelok falan girir. Telefon girir. Burada bir cibi var. Bunları sökmək lazımdır. Götürəndə indi sökərəm. Yəni həm gündəlik götürə bilərsiniz. Həm gecə geyimlərinə, həm konsertə falan da bunu götürmək olar. 52 manata al. 50 neçə manat idi ya 90 neçə manat. Yadımda deyil neçə idi. Gözləyirdim endirmə düşsün. Ən son bu 45 manata düşdü. 52 obursun qiyməti də ağzıma yapışıb. Qiymətə diqqətlə qulaq asın və sonra məndən soruşun. O gün bir xanım, bala heç bilmirəm qiyməti demişəm ya yox. 2023-ün bir ətir videosudur. Soruşur ki, xanım qiyməti deyərdiniz. Deyirəm ki, videoda demişəmsə demişəm, deməmişəmsə mağazalarda maraqlanın. Çünki 2020 belə onsuz da yadımda qalmır. O ki olsun 2023-dən 3 il keçib, 3 il əvvəl dediyim, göstərdiyim şeyin qiymətini mən necə xatırlaya bilərəm. Bəzən də olur, mən qiyməti deyirəm. Sonra deyirlər ki, neçəyədir? Axı demişəm. Və sonra çıxırdım. Nədənsə dedim, baxın, yadıma bunu gördüm. Bunda müxtəlif rəngləri var idi. Bej rəngi filan. Bu belə pastel haki rəngidir. David Jones'un 52 manata düşmüşdü bu. 100 neçə manatdan. Burada da bir cibi var. Burası nabuk kimidir. Burası belə. Əsl dəri deyil əlbəttə. Bu da belə rimin askı hissəsi var. İçini göstərim sizə. Yenə də burada bir cibi var. Burada bir cibi var. Arxada da göstərdiyim kimi bir cibi var. Burada qəşəng gündəlik götürmək üçün, teatr falan da götürmək olar. Rəngi elədir ki, bütün paltarlara uya bilər. Aldıqlarım bu qədər. Mən çox bəyəndim. Mənə mübarək, hər zaman sevin. Bu arada insan özünə də hədiyyə etməlidir ki, sizə də hədiyyələr. Düzdür, özüm mənə gələn hədiyyələri göstərmişdim sizə, amma mən özümü sevdiyim üçün hər zaman özümə hədiyyə edirəm, xüsusilə bayramlarda.